Təəssüf ki, Azərbaycan qanunvericiliyində məhkumların ali təhsil alması qanunvericilikdə nəzərdə tutulmayıb. Mən burada qanunvericilik deyəndə cəzaların icra məcəlləsini nəzərdə tuturam. Lakin burada belə bir maraqlı məqam var. Belə ki, biz əgər konstitusiyaya nəzər salsaq, əslində ali təhsilin bütün vətəndaşlar üçün əlçatan olduğunu görərik. Belə ki, Konstitusiyanın 42-ci maddəsində nəzərdə tutulur ki, ali təhsil hər bir vətəndaş üçün əlçatandır və maliyyə durumundan asılı olmayaraq istedadlı şəxslər üçün təhsilin davamlılığı dövlət tərəfindən təmin olunmalıdır. Və burada hər bir vətəndaş deyiləndə əslində məhkumlar da bu qrupa daxildir. Ancaq biz cəzaların icra məcəlləsinə baxanda görürük ki, burada yalnız bir cümlə keçir ki, məhkumların ali təhsil alması qanunvericiliklə nəzərdə tutulmamışdır. Buradan belə sual çıxır ki, bəs necə olur ki, ali sənəd olan Konstitusiyanın təmin etdiyi bir hüquq cəzaların icra məcəlləsində məhdudlaşdırılır?